Hər vaxtınız xeyirli olsun dəyərli dostlar. Xoş gördük sizləri Xırdalan şəhərində. 3 otaqlı, 3 otaq deyəndə yəni 2 otaq aşağıda bir mətbəx, yuxarıda da böyük bir belə bir mansard hissəsidir. Böyük bir mansard hissəsidir. Yəni belə bir evimiz mərkəzdə satışa çıxarılıb. Yerləşmə yeri haradır? Bir saylı və Heydər Parkının tam yaxınlığında. Biz indi hal-hazırda 2-ci mərtəbəsində mansardayıq. Buradan düşürük aşağı. Evin istilik sistemi kombidir. Evdə bəzi əşyalar yəqin ki, qalmaq şərti ilə satılacaq ev sahibi tərəfindən. Bura onun eyvan hissəsidir. Bax belə bir eyvan hissəsidir. Eyvana çıxışı da var. Keçək. Burada 2-ci mərtəbədəyik. Yəni mansard hissəsində. Buradan giriş qapısı buradır. Buradan giriş qapısı buradan. Sanitar qoğuşağı bu hissədədir. Bütün aksesuarlar hamısı qoyulub. Yəni ev yaşayışlı evdir. Hazırda ailə yaşayır. Bu hissədə ailə yaşayır. Bura onun zal hissəsidir. Xudmani zal hissəsidir. Sənəd də nədir? Tam mülkiyyət. Evin də, torpağın da çıxarışı var. Buradan keçək mətbəx hissəsini görsədək. Geniş mətbəxi. Mətbəxdə divanda qoyublar. Həqiqi bax görürsün necə geniş mətbəxi var. Şəxsi tikili evdir. İstilik sistemi kombidir. Keçək. Yataq otağında sizə təqdim edeyim. Qiymətini də açıqlayacağım. Çox normal.